Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə keçirilən açıq məhkəmə iclasında Ermənistanın təcavüzkar müharibəsini və işğalçılıq siyasətini təsdiqləyən növbəti sübutlar təqdim olunub, videolar nümayiş etdirilib. Ermənilərin dırnaqarası Şuşa əlahiddə taborunun 20 illiyi ilə bağlı hazırladığı videoda Azərbaycan ərazilərinin necə işğal edilməsindən, hansı əməliyyatların həyata keçirilməsindən, bu döyüşlərdə Daşnaq Partiyasının fəaliyyətindən bəhs edilib. Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları, Kanada, Suriya, Ermənistan, Qarabağdan olan 210-dan çox daşnaq və könüllü 1991-ci il noyabrın 5-də toplaşaraq dırnaqarası Şuşa əlahiddə taborunu yaradıb. Videoda qondarma rejimin dırnaqarası ordu rəhbəri Movses Akopyan hərbi hissələrin əməliyyatlarından danışıb və bildirib ki, xüsusən də Horadiz istiqamətində döyüşlərdə iştirak ediblər. Tabor, Xocavənd, Əsgəran, Şuşa, Ağdərə, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Zəngilan rayonlarının işğal əməliyyatlarında iştirak edib. Videoda təqsirləndirilən David İşxanyan müsahibə verərək taborun fəaliyyətindən danışıb. Bildirib ki, tabor əlahiddə saxlanılaraq ən ağır əməliyyatlara cəlb olunub. Video materialda hərbi hissənin komandiri Livandan gələn Jirair Sefilyanın dırnaqarası xidmətlərindən də söz açılıb. Qeyd olunub ki, onun rəhbərliyi altında hərbi hissənin bölmələri Şuşa, Xocavənd, Əsgəran, Ağdərə, Hadrut, Ağdam və digər ərazilərin işğalında iştirak edib. Sefilyan 1997-ci ildən 1998-ci ilədək 6-cı Müdafiə rayonunun dırnaqarası komandiri olub. Qeyd olunub ki, Bedoproşyan taborun komandir müavini təyin edilib və o, Sırxavənd istiqamətində gedən döyüşlər zamanı Azərbaycanın MiG-25 tipli təyyarəsini vurub. Həmin videoda lentə alınan döyüşçülər arasında təqsirləndirilən David Manukyan da yer alıb. David Manukyan məhkəmədə dövlət ittihamçısının sualını cavablandırarkən, onun da yer aldığı görüntülərin Ağdərənin Baş Güneypəyə kəndində həyata keçirilən əməliyyatdan əvvəl lentə alındığını söyləyib. Həmin dövrdə Şuşa taborunda olan David Manukyan Ağdərə və Kəlbəcərdə həyata keçirilən əməliyyatlarda iştirakını, döyüş tapşırığını yerinə yetirdiyini etiraf edib. Təqsirləndirilən Lyobom Natsakanyan isə Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni, tarixi, dini abidələrin, yaşayış məntəqələrinin dağıdılıb talan edilməsinin fakt olduğunu deyib, lakin nizamlı şəkildə həyata keçirilmədiyini iddia edib. Lyobom Natsakanyan 1993-cü ilin aprel-avqust aylarında hərbi hissədə artilleriya rəisi olduğunu, hərbi hissənin komandirinin isə Samvel Karapetyan olduğunu bildirib. O, Kəlbəcərdə yüksəkliyin alınmasında, Ağdam, Cəbrayıl, Ağdərə, Füzuli istiqamətlərində həyata keçirilən əməliyyatlarda iştirakını etiraf edib.